Sizcə bir insan həyatının ən sirli 9 ayı harada keçir? Təbii ki, ana bətnində. Bir çoxları üçün bu sadəcə bir gözləmə müddətidir, lakin bizim üçün hər gün şahidi olduğumuz bir möcüzədir. Salam, mən fetal radioloq Leyla Əliyeva. Mənim işim ana bətnində hələ doğmamış bir qəhrəmanın ilk şəkillərini çəkmək deyil. Mən o kiçik ürəyin döyüntüsünü, barmaqların sayını, beynin anatomiyasını, inkişafını izləyirəm. Hər bir ölçü, hər bir detal onun dünyaya sağlam gəlməsi üçün zəmindir. Bilirsinizmi? Hələ 20 həftəsindən biz sizin körpənizin ana bətnində gülümsədiyini, barmaqlarını sovurduğunu və digər hallarını müşahidə edə bilirik. Bəli, o orada öz dünyasını qurarkən, biz isə bu tərəfdə hər şeyin qaydasında olduğundan əmin oluruq. Hamiləlik sadəcə bir müddət deyil, bir kəşf səyahətidir. Körpənizin sağlamlığı və sizin rahatlığınız üçün bu səyahətdə sizə bələdçi olmağa hazıram. Gəlin bu möcüzəni birlikdə izləyək. Bu kimi videoların davamını istəyirsinizsə, şərh bölməsində qeyd edin.